İmam Hüseyn əleyhissalamın qızlarının adı Fatimə, oğlanlarının adı isə Əli olmuşdur. Hətta İmam Hüseyn əleyhissalama bu barədə sual verirlər ki, niyə övladlarının adı ancaq Əli və Fatimə qoyursan? Həzrət bunun barəsində cavab vermişdi. Əgər yenə də övladlarım ya qız və yaxud oğlan dünyaya gəlsə, mən yenə də onların adını Əli və yaxud Fatimə qoyaram. O qızlardan birinin adı Havla bint Hüseyndir. Yəni Həzrət Havla deyə ləqəbi məşhurdur. Fatimə adıyla tanınan bu qızın hal-hazırdakı mübarək məkanı Livanın Beyrut şəhərində yerləşir. Qeyd edim ki, bu xanımın çox fəzilətləri vardır. Bu xanım Kərbaladan Şama tərəf qaydanda susuzluqdan dünyasını dəyişmiş və şəhadətə çatmışdır. Onu İmam Səccad əleyhissalam dəfn eləmişdir. Gördüyünüz bu məzar-ı şərif isə Həzrət-i Havla bint Hüseynə aiddir və milyonlarla zəvvarlar tərəfindən hal-hazırda ziyarət olunur. Qeyd edim ki, Həzrət Havlanı dəfn elədikdən sonra İmam Səccad əleyhissalam, yəni İmam Zeynul Abidin ağa burada bir ağac əkir və bu ağacı isə hal-hazırda indiki vəziyyətdə də qoruyub saxlayırlar. Müqəddəs məkandır, ziyarətgahlar, ziyarətçilər hal-hazırda bu ağacı ziyarət edirlər.